Məkkə müşrikləri Peyğəmbər Quranla təbliğ edir onları. Yox, təbliğ aydındır, şək yox. Onlar necə yəni İslam'a girirdilər də, yəni nə deyib girirdilər İslam'a? Ben misal üçün sahabənin biri gəlirdi. La ilahe illallah. Misal üçün biri oradan gəldi, biri buradan gəldi. Şəhadəti deyirdi də, kəlmə-i, yəni iki kəlməyə şahidliyi deyirdi. Kəlmə-i, iki kəlmə. Əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedə Rasulullah. Düzdür? Bax, indi məsələ buradadır. Görək, sən bilirsən Əbu Cəhil, yaxşı, onun hirsin nə dedim, onu saymıram, yaxşı, yox. Amma sən bilirsən ki, mən Əbu Cəhilin etiqadına deyirəm də. Əbu Cəhilin etiqadını deyirəm, amma Əbu Cəhil kimi, qarış, inad elədin də. Mən sənə günənlərik gecədən, saat 4-də kimi otdum, getdən gecədən. Sən bir dənə də mənim sualıma cavab vermədin, amma başladın məzələnməyə. Bir dənə də sualıma cavab vermədin sən mənim. Sən elə başa düşmüsən, mən sənlə məzələnməmişim. Mən kimlənsə məzələnmirəm, məndə elə şey yox. Sən ola bilsin, orada yazılmışlardan yansın. Zəhmət olmasın. Sən söz deyirəm sənə. Zəhmət olmasın. Sən bir dənə mənə Əbu Cəhillə fərqi bildir də. Dedim də inad. Yox, sən özünlə, yəni Əbu Cəhillə mən səndə fərq görmürəm, ona görə. Səndə? Tək səndə yox, ha. Tək səndə yox. Ümumiyyətlə, mən rafizilər var, ha. Rafizlərlə Əbu Cəhilin arasında fərq görmürəm. Niyə? Amma Cəhil onlardan daha əfsərdir, mən deyirəm. Bir dəqiqə de gör, nəyə görə? İndi mən sənə deyirəm ki, dostum, qulaq as. Mən deyirəm ki, bir dənə mənə Əbu Cəhillə öz fərqimi izah elə də. Əbu Cəhillə öz fərqimi? Bəli, bəli, ha. Eləyim də. Niyə eləməyim, qardaş? Əbu Cəhillə mən öz fərqimi müqayisə edəcəm, amma Əbu Cəhillə siz oxşayacaqsınız. Əbu Cəhil, bir dəqiqə dur. Bir dəqiqə dur. Sən də mənə elə sor. Müharibəsinə gedən vaxtı, Bədir müharibəsinə gedən vaxtı, Əbu Cəhil özü rəhbər idi. Keçərkən yox, bir dəqiqə dur da, dur. Sonra yox, mən fərqləri deyirəm də. Mən ancaq Qurandan danışmışam. Mən fərqləri deyirəm sənə. Əbu Cəhil haqqında Quranda nəsə var? Adı çəkilir Əbu Cəhilin? Mən Qurandan... Bizə fərqidir. Mən fərqi deyirəm, qardaşım. Bizə fərqi. Sonra da dəlilin gətir də özünə. Dəlilin gətir, sizin tarixi xəbəridən. Buyur, ha. Tirmizidən. Qəbul edəsən də. Tirmizidən, mən bu hədislərdən demə. Mən Qurandan, yaxşı. Qurandan deyirəm. Yox, demirsən ki, fərqləndir, özü Əbu Cəhillə, fərqləndirirəm də. Amma siz oxuyacaqsınız. Əbu Cəhil Bədir müharibəsinə gedəndə, Əbva kəndindən keçən vaxtı, altı Mədinəyə yaxınlaşan vaxtı, Əbva kəndində Peyğəmbərin anası Aminənin qəbrini dağıtdı. Siz də İmam Həsənin və digər 3 dənə imamın Peyğəmbərin əmsi Abbasın qəbrini Bəqi qəbirstanlığına dağıtdınız. Düzdür? İndi sən də fərqi, Əbu Cəhil öz fərqi. Kim dağıdıb? Sələflər demiş sözünüzə siz. Elə şey olmuyor, yoxsa səni anladıblar. Qardaşım, necə olmuyor? Mən ki, oranı gözümlə görmüşüm o qəbirləri. İnşallah onların qəbiri durur, Bəqi qəbirstanlığı. Qəbir durur, qəbir durur. Nə gündə durur? Nə gündə durur? Suriyada Muaviyyənin qəbri Şuşanın altında deyil, qaşıq bir sərdabaya yoxdur. Şuşanın altında qəbir saxlamaq yoxdur İslamda. Yəni, onları mən təsdiqləmirəm. Alimlərdəki niyə görə? Mənim alimlərim də öyle, dostum, sən məni tanımırsan. Qardaşım, İbn Baz, sələfi deyil. Yəni, qulaq as mən. İbn Baz, sən... Al-Baz, sələfi deyil. Yox, sən bu insan... Sən də kişi, saqqalı yoxdur, o qoca kişidir. Sən ona görməmişsən. Nə tələsmə, mən də qəbir məsələsində yox, əqidə məsələsində. La ilahə illallahda, mən istəyirəm sənlə onun fərqini bilir. La ilahə illallah, mən la ilahə illallah deyirəm, Əbu Cəhil demir la ilahə illallah. Ha? Mən la ilahə illallah deyirəm, Əbu Cəhil la ilahə illallah. La ilahə illallah nə deməkdir? Allahdan başqa Allah yoxdur, Allahın təkliyini, toyudluğuna şəhadət. Allahdan başqa Allah yoxdur. Bəli. La ilahə deyir axı orada, ilah deyir. Sən qırama, Allah sözü, hansı feildən götürülür? İlah feilindən götürülmür? Peki Allah feilindən götürülür. Allah feil deyil, Allah addır, küfrə düşməyin. Allah feil deyil. İndi mənə de görüm. Vacibəl vücuddur. Yaxşı, yaxşı, deyirsən ki, Allahdan başqa Allah yoxdur, ha? Elə deyirsən, ha? Məyər Məkkə müşrikləri deyirdi ki, Allahdan başqa Allah var. Əbu Cəhil deyirdi onu. Deyirdi. Yaxşı, dəlil, aç Quranı, mən sənə dəlil deyirəm. Aç Qurandan deyirlər bir şey. Lata, Üzzəyə, Mənata ibadət edənlər. İbadət kimə olur? Sənlər cəhənnəmə dəlil olaraq girəcək. Dedi, mənə dua edin. Duanı nə adlandırdı? Həqiqətən mənə ibadət etməyi, gördün? İbadət adlandırdı. Ərəb dili, qardaş, ərəb dili zəngin dildir. Onlarda adi bir söz, bir neçə şeydə işlənə bilir.
Bir Hə, şişə işlə bilir. İndi siz şişədən səhv tutursunuz ki, qardaşım, şişədən səhv tutursunuz ki, bu ayəni ki, Allah deyir ki, tək məndən istəyin. Mən də deyirəm ki, yox, tək onu çağırın. Deyirəm, yox. Çünki uluhiyyətdə düzdür, budur. Amma rububiyyəti nə deyir? Nə deyir? Mənə itaat elə, Rəsula itaat elə, əmr sahibi itaat elə. Bugün, bir bağışla, bugün Əhl-i Beyti itaat eləsəm, yox, Əhl-i Beyti itaat eləsəm, mən rafizi müşrik olam. İtaat edirəm, mən ibadət eləmirəm ki. İtaat eləsəm, mən rafiziyəm. Səsin qırıla gəlir, eşitmirəm. Səsin qırılır, eşitmirəm. Mən də eşitmirəm. Təzdəndir. Eşitsəndir. Alo. Ha, hepsi. Eşitsəndir. Qırılır səsin. Onda axşam danışarıq. Ha? Axşam danışarıq. Denən sözümü deyib ki, Mən deyirəm ki, Allah ki, necə ki, Quranda deyir, Ətiullah, Ətiur Rasul və ulin əmrin minkum. Düzdür, itaat edin Allah'a, Rəsuluna və əmr sahiblərinə. Sənin indi fikrincə, Həzrəti Əli əmr sahibi idi, yoxsa yox? Əmir sahibi idi. İndi mən bugündən ona itaat eləsəm. Yox, mən ona itaat eləsəm, mən rafiz müşrik olam. Yox. Mən ona itaat eləsəm, ərəb dilində mənə Abdül Əli deyəcəklər, deməyəcəklər. Abdül Əli? Hə, ərəb dilində filankəsin nökəri, deyirəm. Deyirəm, Əlinin nökəri, ərəb dilində bu tərcümə deyirəm. Bilmirəm. Abdül Əli, abd, nökər, qul mənasındadır. Abdül Əli. Əlinin qulu, nökəri. Əli, sən bildin ki, Əli onları qırdı, yandırdı. O Əli Allah deyənlər idi. Mən sənə ayə danışıram. Mən sənə ayə danışıram. Allah deyir ki, əmr sahibinə itaat elə. Mən də əmr sahibi, Həzrət Əli əmr sahibi idi, qardaş. İtaat edirəmsə, mənə abd kəlməsi qoyacaqlar Əli adını qabağa. İtaat. Hə. Başa düşürsən, itaat edirsən də sən. Yəni o mənada mən itaat eləsəm, yox, itaat eləsəm. Mənə nəzir deyəcək. Mən ondan istəyirəm öz fəaliyyəti. Belə demirsən ki. Onu demirəm, mən sən söz soruyorum. Demirsən ki, bu abd kəlməsi ancaq Allahın adı. Deyirsən ki, mən onun nökəriyəm və əmir sahibidir, mən ona itaat edirəm. Hə, indi mənə onu itaat eləsəm, mənə ərəbcə Abdül Əli deyəcəklər, deməyəcəklər. Yox, deməyəcəklər. Deməyəcəklər, nə deyəcəklər bəs? Sən nə demək istəyirsən, onu denə. Qardaşım, siz bizə belə şey tutursunuz ki, siz demə, mən təkəm. Belə mənim təqidəmi bilmirsən. Deyirsiniz ki, abd kəlməsi Şimdi ondan başqa bir insan adının qabağına qoymaq. Məsələn, Əbdüləli, Əbdülhəsən. Yox, mən indi başa düşdüm. O söz belə zahirən şirk. Onu deyən müşrik. Bir dəqiqə. O söz zahirən şirkdir. Onu da deyən adam müşrikdir. Amma mən gördüm səndən təfsilat soruşdum. Təfsilata getdim. Mən bilirəm ki, sən o mənada demədin. Başa düşdün? Mən bunu dedim, qardaşım, Allah özü bu itaat elə. Mən də itaat edirəm. Ərəb dilində mənə Abdül Əli və yaxud Allah deyir ki, valideynə itaat elə. Düzdür? İndi mən atama itaat eləsəm, ərəblər mənə Abdül Valid deyəcək, deməyəcək. O cür, buna qulaq. Yox, deyəcək, deməyəcək. Ha. Cəbbaran şəkiyyə. Bilsən nə demək? Adlarını saymayın. Mən söhbəti abd kəlməsi üstünə gedir. Ha, Cəbbaran şəkiyyə adlı öyle kişi. Əsma Hüsnəni də saymayın. Cəbbar Allahın adlarından necə yox? Bu adlarından da. Mən deyirəm, onun mövzunu dəyişmə. Mövzunu dəyişmə. Nə deyir? Dost mövzu şey qaçırsan, nə eşitirsən mən? Sən dəyişsən. Sən əlinin qulusan, başa düşmə, nə oldu? Deyirəm ki, bəs nəyə görə bizə deyirsiniz ki, şirk əhlisiniz? Əbd kəlməsi ki, bizi işlətəcək əl adının qabağınıza. Sən dediyin mənada deyirsənsə... Qardaş, mən Quran mənasını deyirəm. Sizin Quran anlayışınız yoxdur. Bu nə var ki, burada düşmüsən bu məsələlərdə? Məsələn, başa düşdüm. Açıqlar onda nəyə görə Mən sənə deyirəm, bax bir, iki dənə deyirəm. Bir öz fikrim, bir də indi sənə başa düşdüyüm. Deyirəm ki, əgər sən deyirsən ki, Əliyə ibadət etmək olar, dua etmək olar... İbadət yox, itaət, qarışdırma. İtaət. İtaəti deyirsənsə, yox, müşrik deyil. O söz müşrik gələn adam. Əhsən, sən birinci sələfsən ki, mən bu sənə eşidirəm. Hə. Yox, nədir ki burada da problem? Yox, sən birinci sələfsən ki, mən sənə bunu eşidirəm. Kimsə deyib ki, göyə, ona görə adama müşrik deyərlər, hə? Hə, bəli. Deyəm, sən birinci sələfsən. Nabarot, Əliyə qarşı çıxan müşrikdir. Əhsən, indi bir dənə Təlhəyə, Zübeyrə, Ayşəyə, Muaviyə müşrik deyinə. Özün dedin ha, özün dedin, mən demədim ki. Özün dedin. Da qaldı ki, Əliyə qarşı çıxan münafiqdir. Sən bunu, yox, bu hədisi qəbul edirsən ki, ya Əli, səni mömin sevər, səninlə münafiq düşmənçilik edir. Bu hədisi qəbul edirsən? Ayşə. Əhsən. İndi bir dənə Təlhəyə, Zübeyrə, Ayşəyə, Muaviyə münafiq deyəndə ədalətli ol yine. Vuruşdular Əliyə qarşı, vuruşmadılar. Bir dənə qulaq as. Yox, vuruşdular, vuruşmadılar. Vuruşmadılar. Vuruşmadılar.
Yox. Onun üçün biləsən vuruşmadılar. Vallahi Cəməl müharibəsində rəhbərlik kimin əlində idi? Kim getdi Həzlərin üstünə? Cəməl müharibəsində. Əlinin üstünə getmişdilər. Hara getmişlər bəs? Yoxsa Osmanın qatillərinin üstünə. Osmanın qatilini istəyən qadın Hicazdan çıxıb İraqda nə işi var? Əli Mədinədə idi. Sən elə danışırsan ki, Məsələdən idi. 30 sən elə danışırsan, gör tarixi belə bilirsən, sən danışdığın tarix deyil, nədir? Uydurma şeydir, nağıldır. Ay qardaş. Bir gecənin nağıllarıdır. Ay qardaş, qəbul edirsən Buxarini? Ha, bir dənə qulaq as. Qəbul edirsən Buxari kitabını? Sən Buxares bilmirsən nədir? Buxares oxumamısan sən. Mən inkar edəcək bilirsən ki, müharibə olmuyor. Buxari oxumusan? Oxumuşam, yox oxumamışam. Qəbul edirsən Buxarini? Bəzi hədislərini, o hədisdə ki, bizim kitabını qəbul edirəm. Bəzi hədisdə bəlkə o ki, deyir, Allah ayağın cəhənnəmi soxsa, onu qəbul eləməm, yox. Mövzunu dəyişmə, mövzunu dəyişmə. Sən inkar edirsən ki, deyirsən ki, Cəməl müharibəsi olmuyor. Əliyə qarşı çıxmadı Ayşə. Mənə Şiə kitabından dəlil gətir. Şiə kitabını dəlil gətirim, baş üstə. Vəsail-i Şiədən gətirim mən sənə dəlil. Usul-u Kafirdən qəbul edirsən? Usul-u Kafirdən gətirim sənə dəlil. Qəbul edirsən? Sən öz əqidəndən istəyirəm. Mən qəbul eləməyə görə demirəm. Əqidəndən mən sənə danışıram ki, o Ayşə ki, məscidə girdi. Mən o sözü var, o sözü bir dəqiqə verəcəm. Sən bir dənə qulaq as, söz verirəm. Yox, az qulaq as. Sən səbirli ol. Bir dəqiqə, yox, söz var, Ayşə, o sözü deyirsənsə, mən küfrə girəcəm. Yox, mən sənə bir dənə tarix deyim. O tema keçsə, o tema olmaz danışma. Ondan sonra sən danışarsan. Bir dənə tarix yox, yox, o adamların adını dost çəkmə də. Qardaşım, mən sənə Əhl-i kitabından, bir də Əhl-i Şirk kitabından dəlil gətirirəm. Hər iki məktəbdən də. Təbərdən gətirirəm. Vəsail şeydən gətirirəm. Ayşə Peyğəmbər məscidinə girdi. Əlində Peyğəmbərin ayaqqabıları. Dedi ki, Peyğəmbərin ayağının iyi, qoxusu ilə ayaqqabılarından getməmiş, Osman onun sünnəsini ayaqladı. Öldürün bu Yəhudi kafları. Bu dindən çıxıb. Sonra fətvanı özü verir öldürməyə. Sonra Osman onun əldə nə istəyir? Dostum, səni anladıblar. Gəl fakt danışım sənə. Ağa, mən sənə kitabdan danışıram. Danışım sənə fakt. Mənim kitabım davam yoxdur. Mən heç kimi priznavat eləmirəm. Eşitsəmə, boş, onlar yanına 1001 gecənin nağıllarıdır, masonların açdığı nağıllar. Mən müharibəni qəbul edirəm, müharibəni olsun. Mən onlara qəbul eləmirəm. Eşitsəmə, gör nə deyirəm. Yox, qəbul edirsən ki, Ayşə. Sən səbirli ol, yaxşı. Ömər sənin əqidəvə görə münafiqdir, düzdür, sağ ol. Heç, mövzunu dəyişmə, də saxla. Ömər getəcək, Ömər də getəcək, Osman da getəcək. Hələ bunu həll edək, Ayşə söhbətini. Sən özün həll etdin ki, ya əl. Əmanət verir. Sən düşmən onlar, hər birisi. Deyirəm ki, Ayşə münafiqdir. Mən deyirəm ki, ay adam, başa düşmürsən, mən deyirəm ki, mən etiqad edirəm, mən yəqinəm ki, onlar bir-birinə qarşı düşmən, nə də dalaşmır. Sən nə qədər istəyən danış, o mən qəbul edirəm. Bəs nə vuruşdular? O nağıldır, başa düşdüm, bir dənə qulunu qulaq as da mən. Mən deyirəm ki, şu bir hadisədir o, İslamda ilk dəfədir ki, müsəlmanı qırdı müharibədə. İlk müharibə. Sən məni heç tanımırsan, sən məni bilmirsən, sən müsəlmanları görmürsən. Müsəlmanlar cəbhədədir, dostum, vuruşurlar. Burada boş-boş danışmırlar. Kimdən müsəlman deyir, onun terroristdir. İslamda terror yoxdur. Ağıllı ol, çaşma, başa düşürsən. Sən Moskvalarda qarsan. Nə? Smolensk şəhəri, Pakrovka küçəsi, gələ bilərsən. Problem yoxdur. Başlamı? İslamda terror yoxdur. İslamda nasıl uşaqları öldürmək yoxdur. İslamda isə bomba bağırıb kamikaz eləmək yoxdur. İntihar ən böyük şirk haramdır. Uşaq öldürməyi deyirsən, hə? Uşaq öldürənləri demirəm. Deyəcən, bomba bağırıb avtobusu partladırlar. Az olur. Yaşlı da ölüb, qoca da ölüb. Məqsidi şəkil cəmat güllələmədilər bu Ramazanda. Mən kimlə danışam? Çeçenistan'da Ruslara qarşı vuruşanlar. Dağıstanda 2 gündən bir şey partladırlar. Ruslardan hünərlik varsa, belə mücahiddirsə, gəlin Moskva şimdi vuruşun da. Dostum, tələsmə. Uşaq öldürmək mücahidliyidir. Hər şey yaxşı olacaq. Bizim uşaqla işimiz yoxdur. Tələsmə. Nasıl öldürmürsünüz? Sən səbr elə, görəsən hər şeyi. Yaxşı. O məsələyə getmə. Hər şey yaxşı olacaq, narahat olma. Heç yerdə belə rahat yaşamayacaqlar. Heç kim. Heç vaxt bunu unutma. Nəysə. Məsələ deyirəm, Obama var ha, Obama. Qəzzada vuruşdu, Yahudilərlə. Obama var ha, başlayırıq tələsmə orada. Obama var ha, Obama. Obama'nın yazdığı kitabdan dəlil gətirə bilərsənsə. Sən nə gec Barack Obama'nın. Sən nə gec danışdın? Yox, sual verirəm, səbir kitabını oxum. Sən qulaq as, şeytandan Allah'a sığın. Gör nə deyirəm. Deyirəm, kafirin, münafiqin yazdığı kitabdan dəlil götürürsən sən. Etibar edirsən o kitaba? Yox. Aslı. İndi Abu Bəkir, Osman, Ömər, sənə görə mən bilirəm ki, kafirdir. Düzdür? Kafir deyil, münafiqdir. Münafiq kimdir? Cəhənnəmin ən dibindədirlər da. Əhsən.
Soruşun bax, Quranda Allah nə deyir Peyğəmbərə? Deyir, onlar dedilər ki, biz iman gətiririk. Onlar deyir, yox, siz iman yox, İslam gətirdiniz. Yəni, müsəlman oldu. Yəni, Peyğəmbərin sahabələrin arasında münafiqlər yox idi? Münafiqdən dəlil götürərsən, yazdığı kitaba etibar edərsən? Əlbəttə yox. Asır. İndi, o Qurandan niyə mən dəlil gətirsən? Nəyə getmə Qurandan dəlil gəlsən? Söhbə gəlir Ayşənin müharibəsində Əliyə qarşı Quranda var o. Sən niyə əli və Quran almırsan? Utanmırsan sən? Niyə utanmalıyam ki? Həm sahabələrə münafiq deyirsən, həm də Ay qardaşım, Peyğəmbərin sahabəsindən azdı münafiq olmuyor, münafiq yoxdur. Allah Quranda deyir ki, münafiqlər var. Mən demirəm, yoxdur, deyirəm var. Prosto sənə deyirəm. Sahabə deyildi. Sənə deyirəm, mən Sahabə nə deməkdir, bilirsən? Sahabə bilirəm. Nə deməkdir? Sən deyirəm. Peyğəmbərin bir də görür. Onlar söhbət olar və iman gətirən insan səhabədir, düzdür? Bu münafiqlər sahabələr qardaşım. Bunlar müsəlman idilər, amma münafiq idilər. Sahabə münafiq var idi də. Sahabə nə deməkdir? Bir dənə mənə demə. Sahabə dediyində Peyğəmbəri bir dəfə görür və iman gətirən insan sahabə sayılır. Şimdi qulaq. Düzdür? Bu münafiqlər müsəlman idi, kafir idilər. Düz demədim, bir dənə qulaq as. Məyər Peyğəmbər s.ə.v-i görüb, iman edib, sonra dindən çıxıb nəsrani olan olmadı? Oldu. Bilmirəm, oxumamışım, var. İndi onlar sahabə idi. Var nəsrani olan, onu işləmir, sən nə işləyir? Mən əkləşməyib nəsrani ilə müsəlman olurdular. Heç bir Peyğəmbər var, sahabə ki, başı din qəbul eləmədi, yox. Sən nə işləyirəm onu? Tərifi deyim, yadında saxla. Sahabə, Peyğəmbər s.ə.v-i görən, ona iman edib və o imanı üzrə öləndir. Əhsən, bir dəqiqə dur indi, bir dəqiqə dur. Nəsə, qulaq as indi. Bir dəqiqə dur. Sahabə yoxsa yox? Təlhəz sahabə yoxsa yox? Quranı inkar elə, sonra da o əmanət... Quranı inkar edin, kafir oldu. Quranı sən inkar edin. Sən əmanət verdiyə, Əhl-i Beyt və Quran. Əhsən, əhsən. O Qurana sən əmanətə xəyanət etmirsən ya yox? Xəyanət etmirəm, yox, amma siz etmişsiniz. Nə də görün. Siz Əhl-i Beytin düşmənlərindən radiyallah deyirsiniz, Allah razı olsun deyirsiniz. Xəyanəti siz elədiniz, biz yox. Muaviyyə Həzrət siz deyirsiniz. Lənəti biz deyirik. Ölçdənmi? Sən mənə tanımırsan. Nə də görüm. Əqidəncə. Muaviyyə Mənə də görüm. Yox. Səsin xırıldayır. Mömin idi Muaviyyə. Nə, tələsmə. Sən niyə çaşmırsan? Sən çünki bilmirsən insanı İslamdan çıxaran şirk nədir, günah nədir? Kiçik şirk var, böyük şirk var. Sən adicə İslamda ən böyük müharibət Cəməl müharibəsini inkar edirsən. Sən onu inkar edirsən. Sən tarixi faktı... Cəməl müharibəsi başqa şeydir, dostlar. Deyirsən ki, Ayşə Əliyə qarşı vuruşmur. Sən bunu inkar edirsən. Suffeyn başqa şeydir, Cəməl başqa. Muaviyyə idi. Cəməl Ayşə idi. Siz mənə tutmadınız orada. Siz mənə lazımdır tarix maraqlandırmır. Sən özün dedin ki, Əlini sevən mömin, Əliyə qarşı çıxan münafiqdir. Mən deməyim, mən Ayşə münafiq deyirəm. Dedim ki... Əliyə qarşı çıxır. Eşitirsən? Mən elə demirəm. Peyğəmbər s.ə.v-in hədisi belədir ki, Əli səni yalnız mömin sevər. Yəni ki, əksi də odur ki, münafiq sevməzdir. Əhsəndir. Deməli, Ayşə, Təlhə, Zübeyir, Muaviyyə münafiq oldu. Deməli, münafiq oldu, qardaşlar. Sən indi mənə tələsmə də. Sən görək, Əlinin yandırdığı şiyələr sənəsən, yoxsa təzə... Əlinin yandırdığı şiyə deyildi, ona Əliyə Allah deyirdilər. Şiə idilər, sən bilmirsən. Şiəli deyil, o Qulutdur. Qulat məzhəbidir, qarışdırma yine. Şiəli deyil o. Bilirəm, sən... Şiəli deyil. Ona Əliyə Allah deyirdilər. Tələsmə, çox sirlər var, mən onu sənə verəmərəm. Yox, sir lazım yox. Səndən biraz şey danışmaq lazımdır, tərtibə ilə ki, bəzi məsələlər var, sən onları bilmirəm. Nəysə, sən də mənə deyə bilmədin də, münafiqin yazdığı kitabda niyə dəlil gətirir? Dedim ki, yox, gətirmirəm, çünki münafiqdir. Ayşə, niyə görə onda Quranı oxuyursan? Quran münafiq yazıb? Hə? Quran münafiq kitabıdır, sən nə danışdın? Sənə görə, mənə görə yox. Yəni, Quran Allah kitabıdır. Müəllifdən gedir söhbət. Müəllifdən gedir. Kağızı içdə qoymaqdan getmir ki. Kağızı içdə qoysun üzəlir. Kim xəlifəliyində toplayıb onları Quran eləyib? Həzrət Əli topladı bunu. Əbbəkir xilafəti vaxtı idi, amma toplayan Həzrət Əli idi. Nədir? Sən əqidəvi bilmirsən, dost. Kimi Əbbəkir toplamışdı? Sən qrup maladıblar. Sizdə bir dənə prost mən istəmirəm. Prost deyim, bir dənə deyim, ged arasını araşdır o. Bəlkə ola bilsin bilmirsən. Səsim xırıltı gəlir sənə, hə, yoxsa yox?
Ömər yığdı. Eşidirsən məni? Eşidirəm hə. Eşidirsən məni? Hə, eşidirəm. Mən səni Aç. eşitmirəm. Hə, indi eşidirsən, hə? Hə, kameranı aç. Bax, get oxu. Kameranı açanda seçdir. Hə, onu da açma. Get oxu. Hə. Sonra yaz mənə, yaxşı? Sənə? Yaz ki, Hə. bir dənə dəlilçi şiələrdən də, başa düşdün? Hə. Yaz ki, öyrən ki, bax, gör, şiələrdən kim deyib ki, Quran təhrif olunmayıb, başa düşdün? Mən də sənə deyirəm ki, Quran təhrif kökünü getsən, Hə. Ömər deyib ki, ilk dəfə ki, mən Qurandan rəcm ayəsi artırardım, əgər xalqın etirazından qorxmasaydım. Təhrifə ilk dəfə Ömər inanıb. Sən şiəni saxla, kökə bax ki. Kökə bax ki, hardan başladı bu şey? Səhəs bu məsələni bilmirsən sən. Nəyi bilmirəm? Dedi ki, artırardım Quranın rəcm ayəsini, cəmaatın qorxusu olmasaydı. Sən məsələləri bilmirsən. Fayda Ayşədən hədis gətirmiş ki, sən onu keçək, ondan sonra da görüm sən Quranı qəbul edirsən. Quranın silindi, Əhzab surəsi Görüm boyunca bir sən surə. Bunu Ayşə deyir. deyirsən ya. Necə? Nə deyirsən? Yox. Nə deyirsən? Sən məni. Sən Eşidirəm, hə. hə, bax, eşidirsən indi. Hə, hə. Al, hə. Bax. Sənə dedim ki, get bir dənə araşdır, mənə dəlil gətir. Yəni deyirəm ki, bu Mən filan sən dəlil alimdir. gətirirəm ki, deyirsə Quran təhrifi, deyirəm ki, ərəbədə bir məsəl var, evi şüşədən olan başqa evə daş atmaz. Baxdı öz əqidəvə də, Suyuti, Cəlaləddin Suyuti, Əl-İtiqan fi Ulumul Quran kitabında 90%-ində iddiayla, dəlil sübutla iddia edir ki, Quran təhrif olunur. Əhl-Sünnə alimi Suyuti. Ona da bax da. Sən şiəni nə iş? Bir özə bax, bir öz evinin içinə bax, sonra çıxdağa. Pardon. Pardon. Söhbəti deyin, sən deyin. Kim deyib ki onu? Onu sizin məşhur alim Suyuti deyir. Əl-İtiqan fi Ulumul Quran. Sən mənim alimimi tanıyırsan ki. Kitabın adı. Əhl-Sünnə deyirsən, hə? Əhl-Sünnə alimidir. Mən əhlüsünnə deyirəm. Həsən bəsən. Mən müsəlmanam. Hansı əqidədəsən? Müsəlman əqidəsində. Əqidə nə demək? Fikir halı götürsən. Fikir halı götürsən. Sən alimin fikrinə. Fikir başqa şeydir, əqidə başqa şeydir. Ay kişi, Hə. sən hansı alimin fikrinə oturub durursan? Mən Hə. Peyğəmbər sallallahu Ay kişi, Peyğəmbərin bəzi şeylər ki, Peyğəmbər zamanında yox idi, indi var. Bu işləri sən kimlə öyrənməlisən? Misal üçün nə? Peyğəmbər zamanında nəşi yox idi, amma indi nəşi var. Bunu kimlə haram olur, haram deyil. Bunu kimlə öyrənsən sən? Nə? Kim deməli? Peyğəmbər vaxtı siqaret yox idi, indi siqaret var. Bu haram da halal deyil. Bunu kimlə öyrən? Eşitməmişsən, baş gicəlləndirən, insana zərər verən, məsələləri bilmirsən ayələri. İnsanın təzyiqi düşəndə də başı gicəllər. O haramı düşür insan. O dənklar. Biri baxsan onu çəkib, hallanırsan, Hə, misal üçün deyirəm də, yəni ki, elə şeylər var ki, Peyğəmbər vaxtında yox idi, indi var. Yox, indi o Qalsuz vaxt taxmaq. Peyğəmbər vaxtında var idi, qalsuz taxmaq. o vaxtı da var. Yox, qalsuz taxmaq var Peyğəmbər vaxtında. Qalsuz taxmaq olar ki. Məncə olmaz da, sən halda yoxsun ki, olmaz. Nəyə görə? Çünki deyirəm, o sən imkan vermirsən axı, deyirəm. Peyğəmbər deyib qalsuz taxmaq. Mənim qardaş, sənin hər cümləvə Qurandan dəlilim var. Sən niyə belə danışırsan? Gətir göndərdi. Quran deyib qalsuz taxmaq. Girməz. Olsun. Peyğəmbər sallallahu nə deyir? Nə deyib? Peyğəmbər sallallahu deyib ki, kim özünü başqa qövmə oxşatsa, o da onlardandır. Qalsuz taxmaq hansı qövmün? İndi əyilmi mən bu futbolan geyimində, bunu Türkiyə geyinir, Amerikan da geyinir. Mən bunu çıxardım, əba geyinim. Əba ilə yazayım. Başına. Əxi. Şiir hara biləm, bunu geyinir. Görsən, çətin məsələdir. Görsən, İslam necə? Hər adam... Allah səni gülürsən. Mən hara bildim futbola geyinməyini, mən? Sən dəməyə qulaq. Şirkdir futbolqa. Yox, şirk deyil. Yox, insan dinindən çıxmır. Mən də bilmirsən, şirk özü də iki növə bölünür. Şirk... Saxla, sən cam saxla. Bu futbolqayı geymişəm, ha. Harama düşmüş, hə? O üstündəki şəkil var ya onun. Onun